AX plus BY çıx 18 bərabər 0 tərniyi ilə verilmiş düz xətt absis oxunun A, ordinat oxunu isə B nöqtələrində kəsir. 4B çıxılsın 2A ifadəsinin qiymətini tapın. Absis oxunu -9, 0 nöqtəsində kəsirsə, deməli, burada x-in yerinə -9 yazacaqda y 0 olmalıdır. Yəni, A vurulsun -9, üstə gəlinsin B vur 0, çıx 18 bərabərdir 0. İkinci isə ordinat oxunu kəsir 0,6 nöqtəsində, yəni A vurulsun 0, üstə gəlinsin B vur 6, çıx 18 bərabərdir 0. Birinci ifadədə -9A bərabərdir 18 alarıq. Buradan da A bərabərdir -2-yə. İkincidən isə 6B bərabərdir 18, yəni B bərabərdir 3. Və 4 vurulsun 3, çıxılsın 2 vurulsun -2, yəni 4B çıx 2A ifadəsini hesablayaq. 12 üstə gəlinsin 4 bərabərdir 16.